Hər vaxtınız xeyir. Yaşad düşərgəsinin bugünə olan proqramını çatdırmaq istəyirəm diqqətinizə. Uşaqlar günə səhər idmanından başlayıblar. Hazırda isə Salih Baxşıyevlə görüş təşkil olunub. Uşaqlar burada müxtəlif məlumatları öyrənirlər düşərgə ilə bağlı. Həmçinin kəşfiyyat xarakterli məlumatlar uşaqların diqqətinə çatdırılır və onlar sual-cavabda aktiv iştirak edirlər. Hazırda da uşaqlar üçün video göstərilir. Bundan sonra ABAD tərəfindən iştirakçılar üçün master-klasslar təşkil olunacaq və proqram psixoloqlarla görüşlə davam edəcək. Burada qrup terapiyaları keçiriləcək. Daha sonra Dövlət Gömrük Komitəsi tərəfindən kinoloqların iştirakı ilə iştirakçılarla görüş təşkil olunacaq və proqram Gənclər və İdman Nazirliyinin səyyar avtobusundan gətirilməsi ilə davam edəcək. Burada uşaqlar müxtəlif idman vasitələrindən, idman fəaliyyətlərindən məşğul olacaqlar. Sonda isə günü əyləncə saatından yekunlaşdıracaqlar. Hələlik isə mənim çatdıracaqlarım bu qədərdir. Günün proqramı bundan ibarət idi. Söz sizdədir.